Salam, MİQ tipli test tapşırıqlarının izahına davam edirik. Tərtib etdiyim bu sualda Çar Rusiyası tarixinə aid hadisələrin uyğunluğunu müəyyən edin tələbi qoyulub. 19-cu əsrin birinci yarısı, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin birinci rübünə aid müvafiq hadisələri tapmalıyıq. Birinci sütuna baxırıq. İsveçin məğlub edilməsi ilə Finlandiyanın ələ keçirilməsi. Bu, 1-ci Aleksandrın deməli, xarici siyasəti ilə bağlıdır və 1-ci Aleksandrın hakimiyyət dövrü 1801-25-ci illər 19-cu əsrin birinci yarısında olduğu üçün A variantını götürəcəyik. Qacarlar dövləti və Osmanlı İmperiyasından təzminat alınması. Qacarlar dövləti Türkmənçay müqaviləsinə görə, Osmanlı İmperiyası Ədirnə sülhünə görə Rusiyaya təzminat ödəməli idi. B variantı doğrudur 19-cu əsrin birinci yarısına. Dekabristlər üsyanı 19-cu əsrin birinci yarısında olsa da, bu üsyan nəticəsində 1-ci Aleksandr devrilməyib. 1-ci Aleksandrın ölümündən sonra baş vermiş üsyan olduğu üçün C variantı olmayacaq. İkinci sütunda İmperiya iqtisadiyyatına İngilis və Fransız kapitalın nüfuz etməsi. Bu sual ümumiyyətlə Azərbaycan tarixi ilə inteqrasiya olunub ümumi tarixlə və bu məlumat Azərbaycan tarixindən sizə tanış olmalıdır. 19-cu əsrin 70-80-90-cı illərində İngilis və Fransız kapitalı Azərbaycan sənayesinə nüfuz edib və Azərbaycan sənayesi də Rusiya İmperiyasının iqtisadiyyatının tərkib hissəsi olduğu üçün A variantı götürüləcək. Ümumi hərbi mükəlləfiyyətin tətbiq olunması 2-ci Aleksandrın hərbi islahatıdır. 1874-cü il 19-cu əsrin ikinci yarısıdır. İlk burjuwa demokratik inqilabı 1905-7-ci illər 20-ci əsrin əvvəl olduğu üçün götürməyəcəyik. Moskvada misaflaşdırma zavodunun fəaliyyət göstərməsi 1906-cı ildə Qalakənd misaflaşdırma zavodu deməli fəaliyyətini dayandırmışdı. Niyə? Çünki Moskvada misaflaşdırma zavodu tikilmişdi artıq. Bu da Azərbaycan tarixində olan məlumat idi və A variantı doğrudur. İngiltərə Fransanın iştirak etdiyi hərbi bloka daxil olması bu hər kəsə tanış olan, yəqin ki, Antanta blokundan söhbət gedir. 1904-7-ci illərdə yaradılmışdı. B də aiddir. Brest-Litovsk müqaviləsi ilə 1-ci Dünya müharibəsindən çıxması 1918-ci ilin martında 1-ci rübə düşsə də götürməyəcəyik. Çünki bu deməli Çar Rusiyasına aid deyil, Sovet Rusiyasına aiddir. Sualın şərtində Çar Rusiyası şərti var idi. Deməli, doğru cavab olacaq 1AB, 2AB, 3 isə AB, yəni A variantı. Xatırladım ki, 29 iyunda ümumi sınağımız olacaq. MİQ və sertifikasiya hazırlaşanlar üçün bu tipli test tapşırıqlarını işləmək üçün müraciət edə bilərsiniz.